Salam, bu videoda birlikdə dörtlü trabzan toxuyacağıq. Biz trabzan toxuyarkən milçənin üzərinə sapı bir dəfə dolayırıq. Ancaq dörtlü trabzan toxuyarkən 3 dəfə sapı dolamalıyıq. Baxın, 3 dəfə doladım, milçəmdə 4 ilmə oldu. Buna görə də bizim toxunuşumuz dörtlü trabzan adlanır. Və bu 4 ilməni biz 4 dəfəyə çıxardacağıq. Baxın, bu 4 ilmənin milçəsini salıram hörüyün içərisindən. Daha sonra arxa üzdən sapı dartaraq ön üzə gətirirəm. Baxın, davam edirəm, yenə də sapı dolayıram. İndi bu 2 ilməni birlikdə çıxardıram. 2 ilmənin içərisindən milçəni çıxardıram. Qaldı milçəmdə 4 ilmə. İndi yenə dolayıram. 2 ilmənin içərisindən çıxardıram. Yenə dolayıram. 2 ilmənin içərisindən çıxardıram. Bir dəfə də dolayıram. Bu 2 ilmənin içərisindən çıxardıram. Bu oldu dörtlü trabzan toxunuşu. Bir daha göstərim. 3 dəfə sapı dolayıram milçəmə. Hörüyün içərisindən milçəni salıram. Sapı dartıb çıxardıram. Bir dəfə dolayıram. 2 ilmənin içərisindən çıxardıram. Yenə dolayıram. 2 ilmənin içərisindən çıxardıram. Bir daha dolayıram. İkisinin içərisindən çıxardıram. Sonuncu dəfə də dolayaraq 2 ilmənin içərisindən çıxardıram. Bu qayda ilə dörtlü trabzan toxuyuruq. Gördüyünüz bu toxunuşun adı da dörtlü trabzan toxunuşudur.